Əvvəllər də mən yəni Azərbaycan hakimiyyətinə qədər qarşı mübarizə aparmışam, həbs olunmuşam, istər Göyçayda, istər Bakıda, miting tərəfəsində. Qayıdandan sonra da üstündən hardasa 20 gün, 25 gün keçdi, saçım uzanmışdı. Getdim ki, bərbərə saçımı kəsdirəm. Yolda mənə polislər uğurladılar. Bax, and olsun Allah. Yolda mənə polislər uğradılar, apardılar polis bölməsinə, bəs mənim qarşıma kağız qoydular, dedilər ki, bunu imzalamalısan. Baxdım ki, nəsə, qaqaş, bir dənə böyük bir dənə əndazə yazıblar, kağız hazırdır. Bir mayor var idi, onun adını tapacam. Bax, sənə növbə çatacaq. Göyçaylı mayor idi, o vaxt, bilməm, yəqin ki, vəzifəsini yüksəldiblər. Sənə tapacam. Tapacam sənin şəkli də, tapacam sənin adı, familyu da, sənin arvadın ağzına şaqqıllatacam, darıxma. Demək ki, mənə apardılar 3-cü mərtəbəyə səhv etmirəmsə, otağa saldılar, başladılar, bir dənə yazını qoydular mən qabağıma ki, güya mən yolda gedəndə öz-özümə söyüş söymüşəm. Marketdən bir nəfər çıxıb ki, əlində ərzaqan adam, bəs söyüş söyməklə yaxşı bir şey deyil. Mən demişəm, yaxşı eləmişəm. Sonra polis nəfərlər gəlib, 2 dənə serjant gəlib durub üzümə. Niyə serjantlara bir yax dedim, anasının əmzəni kəsəndə. 2 dənə serjant gəlib durub üzümə. Dedim, yox da mən imza atmayacağam. Bu hinələ bir dənə qadın girdi içəri, yufkasını keçirdi başına. Qadın dedi ki, mənə təcavüz edib bu. Belə. Baxdım ki, sən o təcavüzlə, məcavüzlə geçsəm, en azından bir 7-8 il geçsəm. Buna sual verim ki, neçə gün yatacam buna görə da, bu söyüş bəhanəsi də filan bəsmə ki. Dedilər, haradasa bir 30-20 gün alarsan. Dedim, daha keçibdə da verin imzalayayım. Məcbur şəkildə imzalamışam. Götürdülər, mənə apardılar polis məhkəməyə. O vaxtda məhkəmənin sədri idi, Fərhad Əhmədov idi, öldü sonra. Bax, yorva soxum sənə, Fərhad Əhmədov. İndi getdin o bir dünyaya, indi bu dünyada işimi yekunlaşdırım, mən də hamı öləcək. Öləndə o bir dünyada əllərin boğazındadır. Bunu yaddan çıxartmayacan, çünki sənə mən orada dedim ki, məhkəmədə. Bunlar mənim üzümə durublar, bu saxtadır, filandır, bəs məkandır. Sən mənə qulaq asmadın. Çünki niyə? Sifariş gəlmişdi yuxarıdan və bunu İslam Hümbətov və onun komandası icra edirdi, yerinə yetirirdi. Nəsə, həmən bu serjantlar, dostlarım, üzümə durdular ki, bəli, söyürdü filan. Dedim, Allah kişiliyiz olsun da, başa düşdün. Dedim, kişiliyiz olsun, bu Allah haqqı beləsinə. Nə mənə vəkil vermədilər, nə bir şey olmadı, nə hüquq müdafiə etsinlər, başa düşdü, konkret olaraq. Götürlər, apardılar mənə polis bölməsinə. O müvəqqəti saxlanacaq yerə. Saldılar, 20 günün 20-sində də mənə hər gecə döydülər. 20 günün 20-sində də hər gecə mən döydüm İslam Hümbətovun otağında. İndi onun üçün deyirəm ki, İslam Hümbətov 3 övladım var, 3-ünü də ağzına şəppılladım. İslam Hümbətov, arvadı, Teymur Qayran arvadım var, onu ver, mən də qarım. Nə olar ki? İslam Hümbətov, sənə sifariş gəlmişdi, yerinə yetirməydin.